ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyinin mərkəzi ofisində təşkilatın idarə heyətinin üzvü Bayram Məmmədovun 70 illik yubileyi və Novruz bayramı münasibəti ilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Türk ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyinin sədri akademik Sudayev İmamverdiyev iştirakçıları Novruz bayramı və Ramazan bayramı münasibəti ilə təbrik edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısı olan Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva mədəni-mənəvi irsimizə xüsusi diqqət göstərir. Onların rəhbərliyi ilə bütövləşən ölkəmizin hər yerində bu bayram şanlı qələbənin gətirdiyi zəfər ruhunda qeyd olunur. Taib sədri həmçinin yubilyar Bayram Məmmədovun ictimai fəaliyyətindən və təşkilat daxilindəki rolundan bəhs edib. Tədbirdə birliyin sədr müavini Eyva Sünbətov da çıxış edərək iştirakçıların milli mənəvi dəyərlərimizin ruhunu yaşadan Novruz bayramı münasibəti ilə təbrik edib. Eyni zamanda Bayram Məmmədov haqqında xoş sözlər deyib. Milli Məclisin deputatı Səbinə Xasayeva Bayram Məmmədovun uzun illər ərzində göstərdiyi ictimai fəaliyyətdən, Türk dünyası arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışıb. Tədbirdə çıxış edənlər arasında uzun illər metropoliten sahəsində çalışmış, tərəqqi medalı ilə təltif olunan Behbud Behbudov da yer alıb. O çıxışında yubilyarı təbrik edərək ona möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb. Taibin idarə heyətinin üzvləri qeyd ediblər ki, Bayram Məmmədovun fəaliyyəti təşkilatın inkişafında və milli mənəvi dəyərlərin təbliğində mühüm rol oynayıb. Onlar yubilyarı təbrik edərək ona uzun ömür arzulayıblar. Taibin idarə heyətinin üzvü yubilyar Bayram Məmmədov çıxış edərək göstərilən diqqətə görə təşəkkürünü bildirib. Fəaliyyətini bundan sonra da eyni əzmlə davam etdirəcəyini qeyd edib. Tədbirdə Missiya Media qrupu tərəfindən hazırlanmış vətənpərvərlik ruhunda mahnı iştirakçılar tərəfindən xoş ovqatla qarşılanıb. Tədbirin yekununda yubilyar Bayram Məmmədov Türk ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyi tərəfindən fəxri fərmanla təltif olunub. Nurlana Əhmədova, İlahə Qənbərli, Çingiz Abdullayev, Hüseyn Babayev, Missiya TV.